bürcü 11 fevral 2026-cı il. Çətin işi uğurla başa vura bilən qoçlar vaxtında anlayacaqlar ki, köməyə ehtiyacları var. Belə nümayəndələr etibarlı müttəfiqlər tapacaq. Onların sayəsində yaxın vaxtadək demək olar ki, mümkünsüz görünən nəticəni əldə edəcəklər. Tək başına hərəkət etməyi seçən qoçlar üçün vəziyyət başqa cür olacaq. Onlara gecikmələrdən və çətinliklərdən yayınmaq, yoldan çıxan bütün maneələri tez aşmaq asan olacaq. Ulduzlar ətrafdakılara kömək edən, ictimai layihələrdə iştirak edən, xeyriyyəçiliklə və ya qeyri-kommersiya fəaliyyəti ilə məşğul olanları dəstəkləyəcəyini vəd edir. Başqaları üçün etdiyiniz hər şey bu və ya digər şəkildə sizə də xeyir verəcək. Buğa bürcü 11 fevral 2026-cı il. Gün təkcə sizin üçün yox, həm də sizinlə birlikdə çalışan, ideyalarınızı dəstəkləyən, planlarınızı həyata keçirməyə kömək edənlər üçün əlverişli olacaq. Belə insanlar az olmayacaq. Çünki bugün liderlik keyfiyyətləriniz xüsusilə parlaq görünəcək. Kimisə ruhlandırmaq və ya maraqlandırmaq lazım gəlsə, bununla bağlı problem yaranmayacaq. Həll tələb edən işlər gözlədiyinizdən daha çox ola bilər. Planlaşdırdığınız işlərə tamamilə yeni tapşırıqlar da əlavə oluna bilər. Siz hər şeyin öhdəsindən kifayət qədər tez gələcəksiniz və alınan nəticələr bütün gözləntiləri üstələyəcək. Vacib danışıqlar uğurlu keçəcək. Hətta əvvəllər rəqiblərinizi dəstəkləyən insanları öz tərəfinizə çəkməyiniz də mümkündür. Əkizlər bürcü 11 fevral 2026-cı il. Heç yerdə tələsməyin və ehtiyatı unutmayın. Bu, bir çox çətinlikdən yayınmaq, bədxahların qurduğu təllərə düşməmək üçün yetərli olacaq. Kimsə sizi yönləndirməyə, iradəsini sizə qəbul etdirməyə çalışa bilər. Siz isə belə insanlara layiqli cavab verməyin. Maraqlarınızı qorumağın yolunu tapacaqsınız. Son vaxtlar işini və fəaliyyət sahəsini dəyişmək barədə düşünən əkizlər maraqlı təkliflər ala bilərlər. Ola bilsin, sizi xüsusilə cəlb edən məhz o layihə ilə məşğul olmaq şansı yaranacaq. Maliyyə baxımından bu dəyişikliklər sizin üçün əlverişli olacaq. Amma asan pula ümid etməyin. Gəlir artırmaq üçün səy göstərməli olacaqsınız. Xərçəng bürcü 11 fevral 2026-cı il. Bugün qəti addımlar və köklü dəyişikliklər üçün ən yaxşı gün deyil. Şərait elə də uğurlu formalaşmayacaq və hər dəfə məqsədə çatmaq üçün əlavə səy göstərmək istəməyə bilərsiniz. Amma plan qurmaq, növbəti addımları düşünmək üçün yaxşı fürsət var. Əla ideyalar yarana bilər. Yaxın vaxtlarda onların reallaşdırılmasına fokuslana biləcəksiniz. İntuisiya işgüzar görüşlərdə düzgün ton seçməyə, kimlərin etibarlı müttəfiq ola biləcəyini tez anlamağa, kimlərə isə arxayın olmamağın lazım olduğunu görməyə kömək edəcək. Yeni qapılar açacaq tərəfdaşlar tapmaq şansı var. Son vaxtlar öz biznesini qurmaq barədə düşünən xərçənglərin cəsarətli layihələri dəstəkləməyə hazır investorları ortaya çıxa bilər. Şir bürcü 11 fevral 2026-cı il. Günə ən vacib tapşırıqların həlli ilə başlamaq məsləhətdir. Bu vaxt ulduzlar sizin tərəfinizdə olacağından uğur qazanmaq nisbətən asan olacaq. Köməyi köhnə tanışlar, keçmiş həmkarlar və ya bir vaxtlar əməkdaşlıq etdiyiniz insanlar təklif edə bilərlər. Köhnə əlaqələri bərpa etmə imkanı yaranacaq. Burada təşəbbüs göstərməyə dəyər. Elə vəziyyətlər ola bilər ki, dəstək sizə həqiqətən lazım olsun. Səhərin birinci yarısında çox yüksək olan işgüzar aktivlik tədricən azalacaq. Əhvalınız da dəyişəcək. Səhər çətinliklər sizi qorxutmayacaqsa, axşama yaxın maneələri aşmaq yox, dincəlmək və rahatlamaq istəyəcəksiniz. Bəzi şirlər yığılan yorğunluğa görə əsəbi ola bilərlər. Bu da ünsiyyətdə çətinliklər yarada bilər. Qız bürcü 11 fevral 2026-cı il. İşlərdə böyük uğur qazanmaq, çətin bir tapşırığın öhdəsindən parlaq şəkildə gəlmək şansınız olacaq. Qələbələriniz diqqətsiz qalmayacaq. Əksinə dəstəyi sizə gərək ola biləcək. İnsanlar bunu görəcəklər. Uzun müddət yerindən tərpənməyən işlər varsa, bugün onlara qayıdın. Onları uğurla bitirməyin yolunu tapmağınız mümkündür. Bir çox qız bugün elə məqsəd yönlülük göstərəcək ki, bu ətrafdakıları heyrətləndirəcək. Əvvəllər sizi dəyərincə qiymətləndirməyənlər nə qədər səf etdiklərini anlayacaqlar. Onlar ünsiyyətdə təşəbbüs göstərə, maraqlı nəsə təklif edə və ya kömək xahişlərinə cavab verə bilərlər. Tərəzi bürcü 11 fevral 2026-cı il. Şərait ümumilikdə əlverişli olacaq, amma bugünkü uğurunuzun sirri təkcə bununla
deyil. Siz heyranedici dərəcədə yaradıcı davranacaq, məqsədə çatmağın heç kimin ağlına gəlməyən bir yolunu tapacaqsınız. Bəzi tərəzilərə isə inatkarlıq da lazım olacaq. Belə nümayəndələr başqa bürclərin geri çəkildiyi maneələri yolundan götürməyin bir yolunu tapacaqlar. İntuisiya prioritetləri düzgün qurmağa, ən perspektivli və vacib layihələrə fokuslanmağa kömək edəcək. Gücünüzü boş yerə sərf etməyəcək. Heç kimə sizi şübhəli işlərə çəkməyə və yaxşılığınızdan suyu istifadə etməyə imkan verməyəcəksiniz. Faydalı tanışlıqlar istisna deyil. Bəzi tərəzilərin təcrübə və biliyi işinə yaraya biləcək. İnsanlarla ünsiyyət qurmaq şansı olacaq. Əqrəb bürcü 11 fevral 2026-cı il. İş tapşırıqlarının öhdəsindən daha asan gələnlər yeni şeylər öyrənməyə hazır olan, adət etdiyi üsullardan imtina edib, eksperiment edənlər olacaq. Çətin işlərə girişmək olar. Başqalarının səhvlərindən dərs çıxarmaq və digər insanların təcrübəsindən istifadə etmək bacarığınız kömək edəcək. Gün həm də uzun müddətli planlar qurmaq, onlara həmfikirlərlə müzakirə etmək üçün uyğundur. Siz faydalı məsləhətlər, işə yarayan ipuçları və sonradan yersiz səhvlərdən qoruyacaq məlumatlar əldə edəcəksiniz. Unutmayın, bir çox vacib mövzunu qeyri-rəsmi mühitdə danışmaq daha asan olacaq. Yaxınlarla xırda fikir ayrılıqları mümkündür, amma böyük ehtimalla ciddi məsələlərdən söhbət getməyəcək. Siz nəzakətli davranacaq, kəskin küncləri yumşatmağa çalışacaq. Lazım gəlsə, kiçik güzəştlərə asanlıqla gedəcəksiniz. Dostlarla görüşlər sevindirəcək, amma onların çox uzanmamasına fikir verin. Axşam sakit istirahət və güc toplamaq üçün vaxt tapmaq vacibdir. Oxatan bürcü 11 fevral 2026-cı il. Sizi maraqlı və uğurlu bir gün gözləyir. Əhvalı qaldıran xoş xəbərlər və ya hadisələr gətirməsi ehtimalı yüksəkdir. Bəzi oxatanların yeni məqsədləri yaranacaq. Dərhal onların üzərinə fokuslanmaq istəyəcəklər. Amma vacib qərarları anın təsiri ilə verməmək, həyatı kökündən dəyişməmək önəmlidir. Hər şeyi düşünmək, hadisələrin inkişafı üçün müxtəlif variantları nəzərdən keçirmək üçün özünüzə biraz vaxt verin. Gənc oxatanlara etibar etdikləri təcrübəli insanların məsləhəti faydalı olacaq. Gözlənilməz mənbələrdən pul gəlişi, dəyərli hədiyyələr mümkündür. Bəzi nümayəndələr gəlirin tez artacağını vəd edən işgüzar təkliflər alacaqlar. Karyera yüksəlişi də istisna deyil. Amma unutmayın, yeni vəzifə təkcə pul yox, həm də əlavə qayğı və böyük məsuliyyət gətirəcək. Oğlaq bürcü 11 fevral 2026-cı il. Köhnə əlaqələri bərpa etmək, mövcud işgüzar münasibətləri möhkəmləndirmək və yenilərinə başlamaq üçün uyğun gündür. Peşəkar tədbirlərdə iştirak faydalı olacaq. Uğurlarınız və nailiyyətləriniz barədə danışmaq imkanı yaranarsa, onu qaçırmayın. Ağıllı özünü reklam yalnız xeyir verər. Uzanan danışıqların uğurla başa çatması ehtimalı var. Bəzi oğlaqlar çox sərfəli şərtlərlə əməkdaşlıq təklifləri alacaqlar. Uzun müddət öhdəsindən gələ bilmədiyiniz işlərə qayıda bilərsiniz. İstədiyiniz nəticəni əldə etmək şansı var. Ola bilsin vaxtı ilə qarşılıq gözləmədən böyük kömək etdiyiniz insanlar sizə dəstək olsun. Yeni müttəfiqlərin ortaya çıxması da mümkündür. Onlara işə yanaşmanız xoş gələcək və bu uzun müddətli əməkdaşlığın əsasına çevrilə bilər. Dolça bürcü 11 fevral 2026-cı il. Bugün bəzi çətinliklər yarana bilər. İşlərdə gecikmələr də istisna deyil. Amma problemlərlə tək qalmayacaqsınız. Yaxınlıqda kömək və dəstək istəyə biləcəyiniz insanlar olacaq. Köhnə dostlar əla məsləhət verəcək. Faydalı məlumat paylaşacaq. Hansı işlərə əvvəlcə başlamağın, hansını isə sonraya saxlamağın daha yaxşı olduğunu göstərəcəklər. Müttəfiq kimi görmək istədiyiniz insanlarla ünsiyyət qurmaq imkanı olacaq. Onlarla razılaşmaq düşündüyünüzdən də asan çıxacaq. Böyük səy göstərmədən yaxşı təəssürat yarada biləcəksiniz. Köhnə tərəfdaşlarının sizinlə bölüşəcəyi ideyalara diqqət edin. Onların birini həyata keçirmək əhəmiyyətli qazanc gətirə bilər. Balıqlar bürcü 11 fevral 2026-cı il. Xırda şeylərə vaxt itirməyəcək. Günə vacib bir işlə başlayacaqsınız və bu yanaşma doğru olacaq. Onun sayəsində günorta olmamış bir neçə çətin tapşırığı həll edəcək və özünüzü daha inamlı hiss edəcəksiniz. Günün birinci yarısında intuisiyanıza xüsusilə diqqətlə qulaq asın. Onun ipuçları yersiz səhvlərdən, yanlış qərarlardan qoruyacaq. Hər hansı vəd verməzdən və ya maliyyə öhdəlikləri götürməzdən əvvəl 2 dəfə düşünün.